İdrak liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb. Respublika Təcili və Təxirəsalınma Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən ölkəza verilən məlumata görə bugün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağırdır. 6-sı 2-ci ay 2026-cı il tarixində Binəqədi rayonu İdrak liseyindən təcili tibbi yardım briqadası vasitəsilə kliniki tibbi mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Bu barədə Ölkə Azad Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.